Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Azərbaycan pıçıltı ilə sual etdi. Ey mənim memarım, qurub yaradanım, niyə hər dəfə adımı çəkəndə sənin səsin titriyir? Niyə Azərbaycan deyəndə yanağından göz yaşları süzülür? Niyə baxışlarında bir dağ həsrəti, bir dəniz yanğısı var? Sən məni bu qədər mi sevdin? Cavabında Heydər Əliyev. Azərbaycan, mən səni, sənin uğrunda göz yaşları axıdacaq qədər sevdim. Sən mənim nəfəsim, yuxusuz gecələrimin sonsuz düşüncəsi, gündüzlərimin səbri oldun. Adını çəkəndə titrəyirəmsə, bil ki bu titrəyiş sənə olan sevgimin dünyaya sığmayan böyüklüyündəndir. Bu sevgi suları coşduqca gözlərimdən Azərbaycan adlı göz yaşları axır. Mən çox yoruldum Heydər. Zaman məni çox sınaqlardan keçirdi. Küləklər ümidlərimi soğurdu. Qaranlıqlar yollarımı itirdi. Sən gəlməsəydin, mən özümü itirəcəkdim. Ulu Öndər nəvazişli əlləri ilə Azərbaycanın saçlarına sığal çəkərək dedi: yox, Azərbaycan, əsla, sən heç vaxt itə bilməzdin. Çünki sən mənim ürəyimsən. Mən səni nazlı yarım kimi qəlbimdə, ruhumda daşıyıram. Mən səni qaranlığa buraxa bilməzdim. Çünki sən mənim taleyimsən. Sən mənim yaralarımı necə hiss edirdin Heydər? Mən axı danışmırdım. Sənin sükutun mənim qəlbimdə qışqırırdı Azərbaycan. Hər ağrın sinəmdə bir köz kimi yanırdı Azərbaycan. Sənin hər yaran mənim ürəyimdə açılırdı ey vətən. Mən səni sözlə yox, ruhumla anlayırdım Azərbaycan. Sən məni yalnız xilas etmədin Heydər. Sən mənə yenidən yaşamağı öyrətdin. Sən mənə ümid verdin. Sən mənim özümə qaytardın Heydər. Mən sadəcə sənə olan borcumu yerinə yetirdim Azərbaycan. Çünki sən mənim varlığımsan. Çünki sən adımın mənası, ömrümün səbəbisən Azərbaycan. Azərbaycan yenə həsrət dolu bir səslə dedi: sən getdin. Sən gedəndə soyuq qış günü idi. Həmin an dünya başıma dolandı. Elə bildim tək qalmışam, yalqızam. Amma niyəsə hələ də səni hiss edirəm Heydər. Çünki mən getmədim Azərbaycan. Ruhuna üfürdüm ey vətən. Sənin küləklərində əsirəm ey vətən. Ruhum hər dəfə sənin şiş uclu dağlarına ağ qar kimi yağır. Mən sənin Xəzərinin sularında dalğalanıram Azərbaycan. Mən sənin hər Azərbaycan deyilişində yaşayıram.
Çünki mən sənin əbədiyyətinəm. Sənsə mənim qəlbimdə doğan əbədi günəş. Sənsə mənim qəlbimdə doğan əbədi günəş. Vasif Adıgözalov, Bayram Suitası. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri Orkestri. Bədii rəhbər Bəturə Əhmədova. Azərbaycan Xalq Rəqsləri Çələngi.
Üzeyir Hacibəyli, Cəngim. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs kollektivi. Bədii rəhbər Səbinə İsmailova.
İfa edir Nazənin Məmmədli. Müəllim Şahnaz Muradova. Müşayiət edir Sevinç Kərimova. Rızayev, Aşıq Sayağı. İfa edir Zəfər Sədaları Ritim qrupu. Bədii rəhbər Çingiz Afsəlimov. Səyid Rüstəmov, Qaytağı. İfa edir Aryaman Nəcafi.
Ballada ifa edir İlay Kərimli. Müəllim Azərbaycan Respublikasının əməkdar müəllimi Professor Hökümə Əliyeva. Qliyer, melodiya, ifa edir Safiyə Aşırova, müəllim Dilarə Bağırova. Küçelere su serpmişem, küçelere su serpmişem. Yar gelende toz olmasın, yar gelende toz olmasın. Ele
gelsin, ele geçsin. Ele gelsin, ele geçsin. Aramızda söz olmasın. Aramızda söz olmasın. Tarixin sükuta qərq olmuş anlarında, zamanın nəfəsi belə ağırlaşanda bir səs yüksəldi. Dərin, kövrək, amma içində dağ gücü gizlədən bir səs. O səs Heydər Əliyevin qəlbindən qoparaq küçələrə su səpmişəm xalq mahnısını oxudu. Ulu öndər Heydər Əliyevin oxuduğu sadəcə bir mahnının misrası deyildi. Bu bir taleyin poetik başlanğıcıydı. Səpilən o sular nə bir ovuc su idi, nə də bir anlıq sərinlik. Onlar zamanın qurmuş damarlarına axan həyat idi. Susuz qalan ümidlərin dodaqlarına toxunan şəfa idi. O illər ki, yollar toz içində idi. Yalnız küçələr yox, taleylər də tozlanmışdı. Ümidlər yorğun, baxışlar dumanlı, ürəklər isə susqun idi. Və o zaman bu nəğmə ilə başlayan möcüzə sükutun bağrını yarıb çıxdı. Damcı-damcı, səssiz-səssiz. O sular küçələrə səpirdikcə sanki torpaq nəfəs aldı. Daşlar belə yumuşaldı, küləklər belə istiqamətini dəyişdi. Toz duman çəkildikcə yalnız yollar aydınlaşmadı. Tarix öz simasını yenidən göstərdi. Xalq öz gücünü xatırladı. Azərbaycan öz ruhunu yenidən tanıdı. Çünki o sular sadəcə torpağa toxunmurdu. Onlar qəlblərə inirdi. Yorulan yaddaşları oyadırdı. Səssiz qalan haraylara səs verirdi. Heydər Əliyev o nəğməni oxuyarkən sanki taleyin özünə müraciət edirdi. Oyan ey yurt, sil üzündən bu tozu, qalx və işığa doğru addımla Azərbaycan. Küçələrdən başlayan o təmizlik şəhərlərə, kəndlərə yayıldı. Suların səsi çaylara qarışdı, çaylar isə tarixə axdı. O sular bir nur idi. Gecənin qaranlığını yarıb keçən, sabahın ilk şəfəqlərini gətirən bir nur. Hər damcıda bir ümid, hər titrəyişdə bir inam vardı. Bir millətin özünə qayıdışı, öz sabahına doğru addımı vardı. O sabahın gəlişi ilə günəş doğdu Azərbaycanın üzünə. Artıq nə toz var idi, nə duman. Yalnız aydın yollar, işıqlı üfüqlər və inamla döyünən bir vətən ürəyi var idi. Bugün də küləklər o nəğməni pıçıldayır. Torpaq o damcıların izini qoruyur suların yaddaşında. Çünki bu mahnı bir liderin qəlbindən doğan, vətənə səpilən sevgi sularıdır. Və Azərbaycan Heydər Əliyevin sevgi okeanında hər gün daha işıqlı, daha inanlı sabahlara yelkən açır. Su səpmişəm. İfa edir Nilay Quluzadə.
Ulu Öndər Heydər Əliyevin sevgisi, bir millətə, bir vətənə çevrilmiş sevgi. Heydər Əliyev. Bu ad təkcə gücün, qüdrətin adı deyil, bu ad sevginin adıdır. Elə bir sevgi ki, zaman onu sındıra bilmədi, illər onu unuttura bilmədi, tarix onu kölgədə qoya bilmədi. Bu sevgi sönməzdir, bu sevgi əbədidir. Bu sevgi bir qəlbdən çıxıb milyonların qəlbinə yayılan bir işıqdır. Heydər Əliyev bir ömür boyu vətəni sevdi, canı Azərbaycanı sevdi. Bu sevgi onun yoluna çıraq oldu, bu sevgi onun addımlarına güc verdi və bu sevgi yalnız Ulu Öndərin yaşadığı illərlə məhdudlaşmadı. O zamanın sərhədlərini aşdı, əbədiyyətə çevrildi. Sevəcəm səni Azərbaycan deyəndə bu artıq bir vəd deyil, bu bir anddır. Sevəcəm bu torpağı, sevəcəm bu xalqı, sevəcəyəm Azərbaycan adını ürəyim döyündükcə. Çünki bu sevgi Heydər Əliyev sevgisidir. Bu sevgi bir millətin ruhudur. Nə qədər bu millət var, nə qədər bu nəfəs var, bu sevgi yaşayacaq, bu sevgi yaşayacaq. Ceyhun Allahverdiyev, sevəcəm. İfa edir Zümrüd Məmmədova, müəllim Gülçin Aslanova.
Qəlbin Dastanı baletindən Komdenin arzuları ifa edir Həcər Hüseynli. Müəllim Azərbaycan Respublikasının əməkdar müəllimi Professor Hökümə Əliyeva. Həsən Rızayev, Çargah Rapsodiyası, ifa edir Ziya Hümməd, müəllim Nurlan Cəfərli.
Azərbaycan xalq rəqsi Uzundərə çıxış edir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs kollektivi, bədii rəhbər və solist Səbinə İsmailova. Ulu öndər Heydər Əliyev. Həyat onu çox sınadı. Zaman onun qarşısına bəzən sərt bir divar kimi çıxdı. Bəzən dolambac yollarla imtihana çəkdi. Bəzən də susqunluğun içində gizlənmiş ağır yük oldu. Amma o yük onu əymədi. Əksinə, daha da ucaltdı. O çətinliklərin içindən keçən bir işıq kimi idi. Qaranlıq sıxlaşdıqca onun aydınlığı daha da görünürdü. Küləklər gücləndikcə onun kökləri daha da dərinləşirdi. Sanki taleyin özü onu sınamaq üçün yoluna çıxmışdı. Amma o taleyi öz iradəsi ilə ram edirdi. Heydər Əliyev bir insan ömrünün çərçivəsinə sığmayan bir duruş idi. Çünki onun hər addımı bir dövrün ağırlığını daşıyırdı. Hər baxışı bir millətin sabahına çevrilirdi. Həyat onu çox sınadı, amma o sınanmadı. Hər ad bir işarədir, bir yol xəritəsidir. Bəzən insan adını daşıyır, bəzən isə ad insanın taleyini öz ardınca aparır. Heydər adı isə başlanğıcdan bir hökm kimi səslənir. Elə bu adın əsl mənası kimi.
aslan cəsarəti, igid qüruru, döyüşçü iradəsi və öndə gedənin məsuliyyəti ilə yoğrulmuş bir çağırış. Bu adı daşıyan Heydər Əliyev onu sadəcə daşımadı, onu öz taleyinə çevirdi. O zamanın sərt sınaqları qarşısında sınmayan çınar kimi idi. Kökü torpağın ən dərin qatlarında başını buludlara söykəmiş, küləyin qarşısında əyilməyən bir çınar. Yarpaqları tökülsə də yaşıl qalan, budaqları sınsa da yenidən dirilən bir çınar. Çünki onun içində həyatın özündən böyük bir iradə vardı. Zaman keçdi, illər dəyişdi, fırtınalar sakitləşdi. Amma onun duruşu dəyişmədi. Çünki bəzi insanlar zamanı yaşatmır, zamanı öz içində yaşadır. O sınaqlardan keçmədi, sınaqları keçdi. Ulu Öndərin keçdiyi hər imtihan onu Azərbaycanın şanlı tarixinə çevirdi. Vasif Adgözəlov, Həyat bizi sınayır kinofilmindən musiqi. İfa edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera orkestri. Bədii rəhbər Nigar Cavadova. Nə qədər bu millət var, nə qədər bu nəfəs var, nə qədər ki Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyevin adı silinməz bir iz kimi yaşayacaq yaddaşlarda. Səssizliyə səs verən, qaranlığa işıq olan bir ad. Bu ad xalqın taleyinə yazılmış bir yazı, tarixin alnına həkk olunmuş bir möhürdür. Xalq Heydər söyləyəcək. Bu səs təkcə bir çağırış deyil, bu səs bir minnətdarlıq, bir ehtiram, bir əbədiyyət nəğməsidir.
daşlar belə yaddaşını itirməz bu adın qarşısında. Çünki o ad bu torpağın yaddaşı ilə yoğrulub. Çaylar axdıqca onun əksini daşıyır. Dağlar ucaldıqca onun əzəmətini xatırladır. Xalq Heydər söyləyəcək. Bəzən bir dua kimi, bəzən bir ümid kimi, bəzən də qürurla ucalan bir nida kimi. Və hər dəfə bu ad səslənəndə sanki tarix yenidən nəfəs alacaq. Sanki bir millət öz keçmişinə, bugününə və sabahına yenidən sarılacaq. Çünki bu ad yaddaşın işığıdır. Bu ad yol göstərən çıraqdır. Ulu öndər Heydər Əliyevin adı bir xalqın qəlbində əbədi yaşayan sönməz bir məşəldir. Beləliklə Heydər xalq söyləyəcək. Musiqisi Kamal, sözləri Baba Vəziroğlu. İfa edir Nilay Quluzadə. Alqışlarınızla. Gözlərində açılır bu millətin səhəri. Sənin adınla bağlı bu xalqın hər zəfəri. Qədəmin dəyən yerdə səhralarda gül açır. Gülüstana çevrilir yurdum kəndi şəhəri. Günəş doğur elə bil harda çəkilir adı. Dosta fəxarət gəlir gözü kör olur yadı. Azərbaycan deyəndə səni düşünürük biz. Azadlığa inamı xalqa sən bağışladın. Səninlə bir zirvəsən küləklərin eyləyəcək. Dünənim bugünüm sən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək.
Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini cənab Həsən Həsənov və Qaraqarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru professor Könül xanım Hüseynova dəvət olunur. Əziz həmvətənlər, hörmətli tədbir iştirakçıları, yaradıcı insanlara, sənətkarlara alqış, onları yaşadan, onları ucaldan bir alqışlar. Allah sizləri, vətənimizi, ölkəmizi, dünyamızı qorusun. Nə yaxşı ki varsınız, Könül xanım, bütün tədbir iştirakçıları adından, bütün Sabirabadlılar adından, bütün xalqımızın adından əlləriniz var olsun, səsiniz daimi ucalardan gəlsin. Belə tədbirlərin keçirilməsi Azərbaycanın fəxridir, iftixarıdır. Biz sizlərlə Azərbaycan xalqı ilə qürur duyuruq. Və Milmuğan Regional Mədəniyyət İdarəsinin İmişli Musiqi Məktəbinin müəlliməsi bir Gülcöhrə xanım bir rəsm əsərin bütün tədbir iştirakçıları adından sizlərə, bütün kollektivizə hədiyyə olsun və bu hədiyyələr davamlı olsun. Bir daha bayramınız mübarək. Təşəkkür edirəm, hər birinizi salamlayıram. Hörmətli tədbir iştirakçıları, hörmətli Həsən müəllim, hörmətli Nadir müəllim və bütün fəxri qonaqları ürəkdən salamlayıram. Mən doğrudan da fəxarət hissi duyuram ki, Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin məhz 103 illik il dönümünü qeyd etmək bizim məktəbin payına düşüb. Biz bununla fəxr edirik və hər zaman onun ölməz ruhu qarşısında baş əyirik. Mən öz kollektivimə və ümumiyyətlə bu tədbirin təşkilatçısı, hörmətli Nadir müəllimə dərin minnətdarlığımı bildirirəm. Yüksək peşəkarlığı, eyni zamanda öz işinə böyük məsuliyyət, canfəşanlıq və həmçinin də milli vətənpərvərlik hissləri ilə onun döyünən qəlbinin hər bir işə sirayət etməsinə görə mən ona təşəkkür edirəm. Böyük sevgi ilə, vətənini sevərəkdən hər bir detalı o ərsəyə gətirdi. Və bütün tədbir iştirakçılarına və bu tədbirin ərsəyə gəlməsində zəhməti olan məktəbimizin kollektivinə, eyni zamanda bizim gözəl aparıcımız Nərgiz xanıma və bütün bizim əziz balalarımıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, dinlədiyiniz üçün, bizə dəyər verdiyiniz üçün minnətdarıq sizə.